Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayren bedellesin. İşlerinizi avant eylesin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve gaccil ferecahum. Dünenki söhbətimiz orada qaldı ki, Allah Teala insanların ruhlarını almaq vəzifəsini Əzrail əleyhissalama verdi. Əzrail əleyhissalam ərz etdi ki, İlahi, bu iş mənə çox çətin olacaq. Allah dedi, səbəbi nədir? Dedi ki, onların içərisində ənbiyalar, avliyalar, osiyalar olacaq. Haqqı Teala buyurdu ki, illətlər və səbəblər xalq edəcəyəm. Ta ölümü səndən bilməyəcəklər və səndən şübhələnməzlər. Sonra Haqqı Teala o toprağın üzərinə bulut çəkərək 40 gün, bəzi rəvayətlərdə 40 il yağış yağdırdı. 39'u qəm yağışı və qəm dəryasından, fəqət biri fərəh dəryasından. Odur ki, Bəni Adəmin sevinci, fərəhi az, qəmi isə çox olur. Sonra Haqqı Teala Adəm əleyhissalamın xəmirini 40 gün öz yad qüdrəti ilə yoğurdu. Onu da deyək ki, siz bizi düzgün başa düşəsiniz. Allah Teala elə bir qüdrət sahibidir ki, nə istəsə ol deyən kimi istədiyi o şey hazır olur, hasil olur. Hətta nəinki ol demək, elə ki bir işin baş verməsini iradə edən kimi, yəni ol sözündən də tez bir zamanda hasil olur. Amma o ki deyilir Allah Teala Adəmin xəmirini 40 gün ərzində yoğurmasında öz hikmətləri var ki, biz bəşər elmindən bunlar uzaqdır. Allah Teala nə iradə etsə hamısı onun hikmətinə bağlıdır. Bu işlərin sirri, yəni onun özünə aiddir. Biz bunun dərinliklərini bilə bilmərik. Və hər hal Allah Teala İsrafilə, Cəbrailə və Mikailə əmr etdi ki, hava və bəzi lazım olan maddələri gətirib Adəmin xəmirinə qatdılar. Mütərcimdə burada bir qeyd var, onu nəzərinizə çatdırım. Haqqı Teala'nın Adəm əleyhissalamın xəmirini özü yoğurmaqda hikmət bu idi ki, insanın batinində, əzalarında və qanında nələr olmasını heç kəs bilə bilməsin. Yəni, heç kəsin elmi ora yetişməsin və özündən başqa heç bir canlı onun qəlbində olan sirlərə alim olmasın. Bəzi alimlər deyiblər, 70 min mələk müqərrəblərdən olanlara, onlara əmr olundu ki, Rəhiq və Səlsəbil adlı çəşmədən su gətirib o toprağa tökdülər. Tayin ki, həmin topraq palçıq oldu. Sonra buluda əmr olundu ki, 40 il yağış yağsın. Bu yağışdan sonra o topraq qara bir palçıq oldu. Sonra günəş Allah Teala'nın əmri ilə onu qurutdu. Bəzi xəbərdə deyilir, o topraq qurulmamış, Haqqı Teala Adəmin əzalarını tərtib etdi. O insan şəklində olan palçıq quruyandan sonra saxsı kimi səda verirdi. Elə ki Adəmin vücudu tamam oldu, Allah Teala ruhu Adəmin iki qaşları arasından
və bəziləri deyiblər damağından Adəmin bədəninə daxil olmağa başladı. 100 il o ruh Adəmin bədəninə daxil olaraq Adəmin bədəninə yayılırdı. Belə ki, o ruh Adəmin bədənində hara yetişirdi, həmən yerlər ətə çevrilirdi. Bu vaxt idi ki, Allah Teala belə bir varlıq yarada bildiyinə görə özünə belə dedi. Fətəbərəkallahu əhsənul xaliqin. Yəni sənə eşq olsun. Bütün təriflər sənədir ki, belə bir varlıq yarada bildin. Bu söz elə belə söz deyil. Allah Teala bu qədər aləmlərdə olanları yarattı. Amma özünə demədi. Fətəbərəkallahu əhsənul xaliqin. Yəni sənə eşq olsun. Amma insanı yaradanda özünə belə bir tərif dedi. Çünki insan elə bir varlıqdır ki, hətta özünü o qədər uca məqama çatdıra bilər ki, mələklərdən də üstün olar. Yəni mələklərdən üstün ola bilər insan. Təbərrük üçün deyib, yadınıza salıram. Əli əleyhissalam Peyğəmbərin bu söhbəti mən irəlidə demişəm, danışmışam. Amma yenə yadınıza salıram. Ölüm yatağında yatanda Allah Teala Cəbrail əleyhissalam ilə Mikail əleyhissalamı yanına çağırıb dedi, sizi bir-birinizə qardaş qərar etmişəm. Hansınız hansınıza öz canını fəda edər? Onlar dedilər, İlahi bu söz bizə əmrdir, yoxsa biz bu sözdə azadıq. Allah Teala dedi, azadsınız. Onlar da heç birinə öz canını fəda etməyə razı olmadılar. Bu zaman Allah Teala onlara dedi, yadınıza gəlir o vaxt ki, mən sizə dedim, yerdə özümə xəlifə yaradacağam. Siz mənə qarşı çıxdınız. Baxın yerə Əli Muhammedin ölüm yatağında yatıb. Enin yerə biriniz Əli əleyhissalamın baş tərəfində dayanın. O birini isə Əlinin ayaq tərəfində. Onu düşmənlərdən hifz edin. Məkkə müşrikləri də 40 nəfərdən ibarət idi. Hərdən Peyğəmbərə tərəf daş atırdılar ki, onu narahat etsinlər. Mələklər də o daşları havada tutub kənara qoyurdular. Mələklərin sürəti deyilənlərə görə bəlkə işıq sürətindən də üstündür. İrəlidə mən dedim ki, Allah Teala mələklərə deyəndə ki, mən yerdə belə bir məxluq yaradacağam. Mələklər etiraz edib dedilər, İlahi, əgər sənin bu məxluqu yaratmaqda məqsədin sənə ibadət edilməsidirsə, biz mələklər sənə ibadət edirik. Yox, əgər məqsədin günah edilməsini istəyirsənsə, bəs onda niyə cinnilərin günahkarlarını bizə məhv etdirdin? Allah Teala bu zaman onlara dedi, susun, siz mən biləni bilə bilməzsiniz. Yəni insan elə bir varlıqdır ki, elə edər ki, mələklərdən də onun məqam və dərəcəsi üstün olar. Eyni zamanda elə də hərəkətlər edər ki, özünü vəhşi, yırtıcı heyvanlardan da aşağı mərtəbəyə çatdırar. Allah Teala qiyamətdə heç vəhşi, yırtıcı heyvanları cəhənnəmdə yandırmayacaq. Çünki onlarda insana verilən şuur, ağıl yoxdur. Amma insana belə bir şuur, ağıl verildiyi halda bilərəkdən onun vicdanı insanın işgəncə, əzab, əziyyət çəkilməsinə razı olur. Nəinki razı olur, hətta bəlkə də ləzzət alır. Ona görə də Allah Teala insanın günahkarını cəhənnəmdə yandıracaq. Xülasə, elə ki, Adəm əleyhissalamın vücudu tamam oldu, 40 il yerdə durdu. Haqqı Teala bu müddətdə mələikələrə əmr etdi ki, gedib onu ziyarət edələr. Adəmin gözəl surətindən və əcaib heybətindən xəbərdar olalar. Mələklər yer aləminə enib Adəm əleyhissalamı gördülər. Onun surətindən xoşları gəlib ona heyran oldular. Zira ki, belə bir şəkildə məxluq görməmişdilər. Bir gün Əzazil bir dəstə mələklər ilə gəlib
İstədi Adəmin bədəninə girib onun batinindən xəbərdar olsun. Əzazil əvvəl barmağı ilə Adəm əleyhissalama toxundu. Bir səda zahir oldu. Əzazil dedi, qəm etməyin, tam mən bunun batinini yoxlayım və sizə xəbər verim. O məlun Adəmin bədəninə daxil olub, bədənini tamam gəzdi, fəqət qəlbi şərifinə daxil ola bilmədi. Adəm əleyhissalamın qəlbi Əzazili rədd etdi. Elə ki, Əzazil, yəni şeytani rəcim, Adəmin bədənindən bayıra çıxdı, dedi, orada bir xəzinə gördüm, içinə girməyə nə qədər səy etdimsə də ora daxil ola bilmədim və oranın sirrindən xəbərdar ola bilmədim. Bu səbəbdən qəlbim pərişandır. Sonra dedi, ey qovm, əgər Haqqı Teala bunu bizdən üstün edərsə, siz nə edərsiniz? Mələklərin cümləsi dedilər ki, Allahın istəyinə razı olarıq. Amma iblis isə öz qəlbində öz-özünə dedi, əgər Allah bunu bizdən üstün qərar verərsə, mən buna asi olacağam. Amma məni bundan üstün etsə, mən bunu həlak edəcəyəm. Elə ki, insanın qəlbi tamam oldu, ruhu insanın bədəninə daxil etmək vaxtı gəldi. Haqqı Teala Cəbrail əleyhissalama əmr etdi ki, o maye ki Həbibinin, yəni Rəsul-i Xudanın nurudur, onu Adəm əleyhissalamın iki qaşları arasından Adəmin bədəninə daxil elə. Digər bir xəbərdə elə ki, Adəm əleyhissalamın vücudu tamam oldu. Haqqı Teala öz qüdrəti ilə ruha əmr etdi ki, Adəmin bədəninə daxil ola. Yəni bu xalq etdiyim cəsədə daxil ol. Ruh Adəm əleyhissalamın damağından daxil olub, 100 il damağında qaldı və Adəm əleyhissalamın bədənində dövr edərək hər o yerə ki yetişirdi, o yer ət və qan olurdu. Sonra gözünə daxil oldu. Adəm əleyhissalam gözün açanda ərşi gördü. Ərşi görəndə gördü ki, ərşdə belə söz yazılıb. La ilahe illallah Muhammed Resulullah Əliyyün Vəliyullah. Həmən anda Adəm əleyhissalam Haqqı Teala'dan sual etdi ki, bu kimdir ki, onun adını öz adınla birlikdə yazıbsan? Haqqı Teala buyurdu, sənin övladlarından olan bir peyğəmbərdir. Hər o şəxsi ki, sənin övladlarından biri günah etsə, onun şəfaəti ilə onu əff edərəm. Adəm əleyhissalam bu sözü eşitdikdə qəlbinə belə bir fikir gəldi ki, necə ola bilər ki, oğul babaya şəfaət edər. Yəni, Muhammed sallallahu aleyhi və səlləm bir növ Adəm əleyhissalama oğul misalında sayıldığı üçün elə fikirləşdi. Əslində, baba böyük olduğu üçün gərək baba oğluna şəfaət etsin. Amma burada yəni əksinədir. Haqqı Teala Cəbrailə buyurdu ki, Adəmə özünü tez çatdır. Onu bu əndişədən qurtar və illa həlak olar. Cəbrail əleyhissalam gəlib Adəmin sidrini yardı və o əndişə ixrac oldu. Sonra Adəmə daxil olan ruh onun qulağına və tamam başına daxil oldu. Bu vaxt Adəm əleyhissalam asqırdı və Elhamdülillahi Rabbil aləmin, yəni həmd və təriflər aləmlərin Rəbbi olan Allah üçündür. Cənab-ı Rəbbəl aləmin Adəmdən bu sözü eşidib dedi, ya Adəm, səni bundan ötəri yaratdım, hələ neymətimi yeməmiş mənə şükür etdin. Elə ki, ruh Adəmin tamam bədəninə daxil oldu, hər vaxt Allahın ismini və zikirlərini deyirdi, istirabə düşürdü və Adəmin qəlbindən bayıra çıxmaq istəyirdi. Sonra Haqqı Teala əmr etdi ki, Adəm Səfiyyullahdan ötəri bir təxt tərtib etdilər. O təxtin 700 ayağı var idi. Hər ayaqları digər ayağın arası neçə illik yol idi ki, Adəm əleyhissalamı o təxtin üstünə qoydular və mübarək boynuna və qollarına cənnət cəvahirlərindən və digər zivərlər salıb barmaqlarına cənnət üzükləri taxdılar.
Xülasə əhli səadət libasını arxasına və kəramət tacını başına qoydular. Hər vaxt təbəssüm etsəydi nuru, günəş kimi dünyanı tutardı. Həsən və Cəmalı elə bir mərtəbədə idi ki, mələklər ona heyran olub, Adəmdə olan gözəlliyə görə Fətəbərəkallahu əhsənul xaliqin zikrini dillərində vürd edirdilər, yəni ardıcıl deyirdilər. Yəni ardıcıl deyirdilər və dillərindən əskiltmirdilər. Hey zikr edirdilər. Haqqı Teala mələkləri əmr etdi ki, Adəm əleyhissalamın taxtını, cinaqlarını alıb səmavatın ətraflarını gəzdirsinlər, sonra ərşin qarşısında qoysunlar və Adəmə səcdə etsinlər. Burada söhbəti dayandırıram. İnşallah ardın gələn söhbətimdə edərəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.